Uşağı həkimə o sadəcə xəstə olanda deyil, sağlam vaxtı da aparmaq lazımdır. Belə ki, ilk 6 ay körpələr pediatr müayinəsində hər ay olmalıdır. 6 aydan etibarən 2-3 aydan bir, 1 yaşdan sonra 6 aydan bir 3 yaşa qədər, 3 yaşdan sonra hər il mütləq heç bir şikayəti olmasa belə uşağın ətraflı pediatr müayinəsindən keçməsi vacibdir ki, uşaqda ola biləcək hər hansı bir problemin zamanında aşkarlanıb aradan qaldırılması üçün bu çox vacibdir. Odur ki, dəyərli valideynə evladın sadəcə xəstə vaxtı deyil, onun sağlamlığının yolunda gedib getməməsi yoxlamaq üçün fiziki inkişafının, çəki boyunun, əqli inkişafının, yaddaşının, nitq inkişafının, psixoloji, nevroloji inkişafının yolunda olub olmadığını bilmək üçün, yoxlamaq, dəqiqləşdirmək üçün onu mütləq həkim müayinəsinə aparmalısınız və uşaqların vaxtaşırı laborator və bəzi lazımi instrumental müayinələrdən də keçməsi mütləqdir. Belə ki, ilk 4 ayda hər uşağın mütləq buçana uzi müayinəsindən keçməsi, 6-8 ay arası minimum qan analizlərinin olunması, 6 ayına qədər göz müayinəsinin olunması, ehtiyac halında exokardioqrafik müayinənin olması, daxili orqanlarının yoxlanması, göz müayinəsinin olması, bunlar çox vacibdir. Odur ki, evladın sadəcə xəstə olduğunda deyil, sağlamlığının yolunda gedib getməməsini yoxlamaq üçün də onu pediatr müayinəsinə vaxtında, vaxtaşırı aparmağınız vacibdir. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.